Sakit bir təbiət gəzintisindəsiniz. Birdən ayağınızın altında sürətli bir hərəkət və kəskin ağrı hiss etdiniz. Artıq problem var. Çünki ilan zəhəri sadəcə dişləmə deyil, biokimyəvi hücumdur. İlan zəhəri tək maddə deyil. O, fermentlər, zülallar və toksinlərin mürəkkəb qarışığıdır. Hər növ ilan fərqli zəhər istifadə edir və bu zəhər insan bədənində müxtəlif sistemləri hədəfə alır. Ən təhlükəli növlərdən biri neyrotoksik zəhərdir. Bu zəhər sinir sisteminə hücum edir. Sinir hüceyrələri ilə əzələlər arasındakı əlaqəni kəsir. Əvvəlcə göz qapaqları ağırlaşır, görmə bulanır, danışıq çətinləşir. Sonra əzələlər zəifləyir. Ən qorxulusu isə tənəffüs əzələlərinin iflicidir. İnsan nəfəs ala bilmir. Bu mərhələdə tibbi yardım gecikərsə, nəticə ölümcül ola bilər. Digəri isə hematoksik zəhərdir. Bu zəhər qana və damarlara təsir edir. Qanın laxtalanma mexanizmini pozur, daxili qanaxmalara səbəb ola bilər. Dişlənən nahiyədə sürətlə şişmə və güclü ağrı yaranır. Qan təzyiqi düşülür, şok baş verə bilər. Bədən daxilində görünməyən bir mübarizə başlayır. Sitotoksik zəhər hüceyrələri birbaşa məhv edir. Dişlənmiş nahiyədə toxuma ölümü baş verir. Dəri qaralır, qabarcıqlar əmələ gəlir. Müalicə gecikərsə, amputasiya belə lazım ola bilər. Miyotoksik zəhər isə əzələ toxumasını parçalayır. Parçalanan əzələlərdən ayrılan maddələr böyrəklərə zərər verir və böyrək çatışmazlığına səbəb ola bilər. Bəzi ilanlar isə bu təsirlərin bir neçəsini eyni anda göstərir. Zəhər bədənə daxil olduqdan sonra limfa sistemi və qan dövranı vasitəsilə yayılır. İnsan panikaya düşərsə, ürək döyüntüsü sürətlənir və zəhər daha tez yayılır. Buna görə ilk qayda sakit qalmaqdır. Simptomlar bir neçə dəqiqə ərzində başlaya bilər. Güclü ağrı, şişmə, ürək bulanma, görmə zəifliyi, tənəffüs çətinliyi və huş itkisi baş verə bilər. Vaxt burada ən kritik faktordur. Bəs belə vəziyyətdə nə etməli? Əvvəlcə zərərçəkəni təhlükəsiz yerə aparın. Onu uzadın və dişlənmiş əzanı ürək səviyyəsindən bir qədər aşağı saxlayın. Hərəkəti minimuma indirin. Üzük, saat və dar əşyaları çıxarın, çünki şişmə olacaq. Dərhal təcili tibbi yardım çağırın. Ən önəmlisi isə səhv üsullardan uzaq durmaqdır. Yaraya kəsik atmaq, zəhəri sorub çıxarmağa çalışmaq, turniket bağlamaq, buz qoymaq və ya spirt içirmək vəziyyəti ağırlaşdıra bilər. Xəstəxanada əsas müalicə üsulu antivenomdur. Bu xüsusi zərdab ilan zəhərinə qarşı hazırlanmış